uşaqlar, bizə nömrə 1-də verib ki, nömrə 1-də kvadrat köklər həqiqi ədədlər. 0,64 üstə gələk 169 üstə gələk 1,44 ifadəsinin qiymətini hesablayın deyir. Deyəcəksiniz nə var ki, bu yüzdə 64-dür, bu 169-dur, bu da 1,44, 1,144-dür. Bərabərdir. Bundan 8 çıxır, bundan bəli 10 çıxır. Bax, yüzdə nədir? 64-dür. Ayrı-ayrı kökdə yaza bilərəmmi? Eyni dərəcədəndir də. Ayrı-ayrı kökdə yazıram. Bundan 8 çıxır, bundan 10 çıxır. Bundan 13 çıxır, bundan 12 çıxır, bundan da 10 çıxır. 8-i 10-a böləndə uşaqlar, 8-i 10-a böləndə 8-in özünü yazıram. Bir dənə 0, arxadan bir rəqəm ayırıram. Neçə olur? 0,8 olur. Üstə gəlirəm 3-ü, üstə gəlirəm 1,2-ni. Bu da neçə eləyir? 15 eləyir. Olur hansı variant? C variantı. Düz deyilmi uşaqlar? Hə? Aha, lap yaxşı. İndi keçəyin nömrə 2-yə. Nömrə 2-də bizə nə veribdir? Deyir ki, x minus 1-in kvadratı bərabərdir 36 tənliyinin kökləri cəmini tapın. A variantını mən eləyəcəm, B variantını evə verəcəm. Görüm A variantı, C variantı varmı? Yoxdur. Aha, sonra keçəcəm çevrələrə. Deməli, uşaqlar, x minus 1-in kvadratı bərabərdir. Bu nəyin kvadratıdır? 6-nın kvadratı deyilmi? Üstlər eynidir, atıram. X minus 1 nəyə bərabərdir? 6-ya. X da nəyə bərabərdir? Çıxaq aşağıda nə olur? Üstə gəlmə, 7-yə. İndi uşaqlar, bizə deyir ki, köklərin cəmini tapın. Bunun da heç nə, kökləri cəmi neçə olacaq? 36, 6, 7, kökləri cəmini. Yaxşı, x minus 1-in kvadratını yazdım, kök altda 36. X minus 1-in kvadratı bərabərdir 6-ya. X minus 1 bərabərdir 6-ya, x də bərabərdir. Neçə tapdım? 7 tapdım. İndi yaxşı, kökləri cəmini tapın. Bu müsbət mənfi 6 eləyir. Bu da nə eləyir? Müsbət mənfi 6 plus 5, 7 eləyir. Yaxşı, burada da elə cavabımız yoxdur axı. Niyə belə veribdir? Müəllim, orada 5 olmayacaq. Niyə ki? 6 deyilmi? 6. Çıxaqsa aşağıda nə olur? Üstə gəlmə olur da. Elə x minus 1-i də bir dəfə nəyə bərabər eləyirəm? 0-a. X da nəyə bərabər olur? 1-ə. Mənfi 6. Yaxşı, gəl tapaq. Bir dəfə də kökü nə olacaq? X minus 1 bərabərdir, mənfi 6 olacaq. X da bərabərdir, mənfi 6-nın üstünə 1 gəlirəm. X da bərabərdir. Neçə oldu? Mənfi 5 oldu. Bir kökü 7-dir. Bir kökü də nədir? Mənfi 5-dir. Axı kökdən müsbət mənfi çıxır. Elə, bunların da köklər cəmi neçə eləyir? 2 eləyir. Olur hansı variant? B variantı. Uşaqlar, baxın. X minus 1-in kvadratı bərabərdir. Nə verib? 36 verib. X minus 1 bu kvadratsa kökə verir dərəcəsini. Nə olur? 36 olur. X minus 1-dən nə oldu buna? Nə oldu buna? Aha. Deməli, uşaqlar, əlim dəydi. X minus 1-in kvadratı
bərabərdir 36-ya. X minus 1-in bərabərdir kök altında 36-ya. Kökdən də nə çıxır? Müsbət mənfi 6 çıxır. X minus 1-i bir dəfə 6-ya bərabər eləyirəm. X minus 1-i də bir dəfə mənfi 6-ya bərabər eləyirəm. X bərabərdir. Çıxaqsa aşağıda üstə gəlmə olur. 7 olur. Çıxaqsa aşağıda üstə gəlmə olur, mənfi 5 olur. Köklər cəmi mənfi 5, 7-dir. Nə oldu? 2 oldu. Oldu hansı variant? B variantı. Sonra nömrə nəyə baxaq? 3-ə baxaq. Nömrə 3-də A bərabərdir. Neçə verib? Mənfi 5 verib. 5 kökdə 44. Çıx nədir? 4A-dır. İfadəsinin qiymətini deyir tapın. Bərabərdir. 5 ilə bunun arasında nə var yazılmayıb? Vurma. 5 vurulsun. 44 çıxılsın. 4 ilə bunun arasında nə var yazılmayıb? Vurma. 4-ü vururam nəyə? Mənfi 5-ə. Mənfi nədə yazılır? Mötərizədə. 5 vurulsun. 44 mənfi mənfiyə dəyir nə olur? Müsbət olurmu? 20 oldu mu? 5 vurulsun kök altında 64. Kök altında 64 nəyin kvadratıdır? 8-in kvadratı deyilmi? Bu 2. İkinci dərəcəli. Əgər burada heç nə yazılmıyorsa deməli ikinci dərəcədəndir. İkinci dərəcələri gedir. 5 vurul 8-im neçə eləyir? 40 eləyir. Olur hansı variant? D variantı. Sonra keçəyim nömrə neçəyə? 4-ə. Düzbucaqlının düzbucaqlı çəkirəm. Tərəflərindən biri digərindən, biri x-dır. Digərindən 8 dəfə böyükdür. Biri 8x-dir, biri x-dırsa digəri ondan 8 dəfə böyükdür. Düzbucaqlının sahəsi, sahə S hərfindən işarə olunur. 512 olarsa perimetrini tapın. P bərabərdir suala. Düzbucaqlının perimetr düsturu 2 vur, A üstə gəlinsin B-dir. Burada x-la 8x-i bilirikmi yerinə qoyaq? Yəni, bura A-dır, bura B-dir. Bilmirik axı. Biri x-dır, biri 8x-dır. Bilmirik. İndi A ilə B-ni hardan tapa bilərəm? Sahə düsturundan. Sahə nəyə bərabərdir? Düzbucaqlının eni vurulsun uzunluğu deyilmi? Sahənin yerinə nə qoyacam? 512 bərabərdir A vurulsun B-yə. A-nın yerinə nə qoyacam uşaqlar? A-nın yerinə nə qoyacam? X-la 8x qoyacam. 8x-in kvadratı oldu mu? 8x x-a vuranda. X kvadratı bərabərdir. Vurmazsa aşağıda nə olur? Aha. 8-ə. 6 dəfə 8, 48, 32, 4 dəfə. X kvadratı nəyə bərabər oldu? 64-ə. X də nəyə bərabərdir? Müsbət mənfi kök altından nə çıxır? Müsbət mənfi 8 çıxır. Düzbucaqlının tərəfi mənfi ola bilərmi? Ola bilməz. Ona görə nəyə götürürəm? Müsbət 8-i götürürəm. Müsbət. X-im 8-dirsə, bura neçədir? 8 vur 8-im neçə eləyir? 64. Gəlin tapağın. 2 vur 8 üstə gələk neçədir? 64-dür. 2 vur 8-in üstünə 64 gəlirəm. Neçə eləyir? 72 eləyirmi? 4, 14. Neçə oldu? 144 oldu. 144. Oldu hansı variant? B variantı. Sonra keçəyin nömrə neçəyə? 5-ə. A-nın hansı mənfi qiymətində? A plus 3, 36 nöqtəsi y bərabərdir x kvadratı funksiyasının qrafiki üzərindədir. Funksiyalar dərsində keçəcəm sizə uşaqlar. Onun da testini həll eləyəcəyik. Atacam testini eləyəsiyik. Yəni ki, bu A plus 3 nəyin yerinə durur? Funksiyada birinci x gəlir, ikinci nə gəlir? Y gəlir. X-im nədir? A plus 3-dür. Y-im nədir? 36-dır.
İndi y-in yerinə nə qoyuram? 36 qoyuram. X-in yerinə nə qoyuram? A plus 3 qoyuram. Bunun da nə idi? Kvadratıdır. İndi A plus 3 nəyə bərabərdir? 36-nın nəyinə? Kvadratını kökə verir. Kökün dərəcəsinə verir. A plus 3 nəyə bərabərdir? 6-ya. Düz deyilmi? A da bərabərdir. 6-dan da 3 çıxanda neçə eləyir? 3. Ay sağ olun. 3 eləyir. Deməli A neçə oldu? 3 oldu. 3-ün üstünə 3 gəlirəm. 6, bir də neçə oldu? 36 oldu. Qrafiki üzərindədir. İndi nə deyir? A-nın hansı mənfi qiymətində? Hansı mənfi qiymətində? Uşaqlar, müsbət mənfi 6 çıxır. A-nın hansı mənfi qiymətində? Mənfi 9 qiymətində. Uşaqlar, mənfisini götürürəm də mənfi dediyinə görə. Kökdən mənfi müsbət çıxmırmı? A da bərabərdir. Mənfi 6-dan da 3 çıxanda nə eləyir? Mənfi 9 elədi mi? Oldu hansı variant? Y variantı. Sonra nömrə 6-ya baxağın. Nömrə 6 çətin görsəndiyinə baxmayın. 3360 vur 3336 çıx 3363 vur 3333 bərabərdir. İfadəsinin deyir qiymətini hesablayın. Burada ən böyük ədədim hansıdır uşaqlar? 3360 deyilmi? Yoxsa 3363-dür? Hansı ən böyükdür? 3363 böyükdür. Buna nə deyəcəm? Bir dənə x deyəcəmmi? 3360 nəyə bərabərdir? 3363 çıx 3 deyilmi? Böyüklə əlaqələndirin. 3363-ün yerinə nə yazacam? X yazacam. Onda bunun yerinə nə durur? X minus 3 dururmu? Hə, uşaqlar? İndi 3336 nəyə bərabərdir? 3360-dan neçəni çıxanda? 3360-dan çıxaq 3336-nı. 4, 2. 24 oldu mu? Bu da x çıxılsın. 3360-ın yerinə də x yazacam mı? X demişəm axı, əvəzləmə yolundan. X çıxılsın, nə olur? 24 olur. Ən böyük ədədim hansıdırsa, onu yazıram və o böyüklə əlaqələndirirəm. 3333, 3363 çıx neçədir? 63-dən 33 çıxın. 30 eləyirmi? 30 elədi. Baxın, 3363-dən bundan bunu çıxın. 3333, 03, 30. Başa düşdünüzmü hardan aldım? İndi gətirəyin yerinə qoyağın. Bərabərdir. 3360-ın yerinə nə yazacam? X minus 3 yazacam. 3336-nın yerinə nə yazacam? X minus 24 yazacam. Çıx. 3363-ün yerinə nə yazacam? X yazacam. 3333-ün yerinə nə yazıram? 3363 çıx nə yazıram? 30 yazıram. Bərabərdir. Bərabərdir. İndi nə olacaq? X-i nəyə vuracam? X-a. Neçə eləyir? X-in kvadratı. Çıx. X-a vurdum. İndi nəyə vururam? 24x-a. Bunu vurdum. İndi nə olur? Çıx 3x. Mənfi 3-ü mənfi 24-ə vururam. Nə eləyir? Mənfi müsbət 12, 72. 72. Çıx. 3363. 63-ü. Bir dəqiqə. 3363x çıxılsın 30 deyildi mi? 3363 x idi də. X-in nəyə olacaq? Kvadratı. Üstə gələk. 30x oldu mu? Və salam. Bərabərdir. Narı islah olur.
24'ün x ilə də 30'un x var. Plus minus. Eləyir Yan 6x. görək, bircə dəqiqə. Qoy görək harda düzgün eləmədik. Elə bil 3363-dən böyükdür. X çıxılsın 3 yazdım. Doğrudur. 3336, 3363-dən çıxıram 3336-nı. 13-dən 6 çıxanda 7 qalır. Deməli, burada da 5-dən 27-dir bu. Uşaqlar 27-dir. Mən 24 yazmışam. Bu neçədir? 27-dir. Ona görə də düz alınmır. Olsa 27 x. Aha. İndi x-in nəyi olur? Gəlin bunu da siləyən aydın görsənsin. X'in kvadratı. X-in kvadratı kvadratı. çıx 24x çıx 3x plus 27 x. Mənim 27 x. hə 27x çıx 3x plus 3 7 21 2 yadda 6 81 oldu mu? Çıx 3x kvadratı plus 30x. X'in kvadratı müəllim. X'in kvadratı. Hə. Hə. İndi bura baxın. X kvadratlar islah oldu. Mənfi 27 mənfi 3x islah oldu. Kök altda nə qaldı? 81 qaldı. Bundan da nə çıxır? O da eləyir 9 çıxır. Deməli, hansı variantdır? C variantıdır. Sonra keçəyin nömrə neçəyə? 7-yə. Baxağın, nömrə 7-də nə veribdir? A bərabərdir. Kökdə 5 çıx kökdə 2 veribdir. B bərabərdir. Kökdə 5 üstə gələk kökdə 2 veribdir. Və A plus B, A minus B bunun da nə edir? Kvadratı. İfadəsinin qiymətini tapın. Gəlin ayrıca A plus B-ni tapaq. Sürəti tapaq. A-nın yerinə kökdə 5 çıxılsın kökdə 2, B-nin yerinə kökdə 5 üstə gəlinsin kökdə 2 durur. Bu kökdə 2-lər gedir. 2 kökdə nə qaldı? 5 qaldı. Burada yazıram. 2 kökdə 5. Bu da nədir? Kvadratıdır. A çıxılsın B. Bərabərdir. A kökdə 5 çıxılsın kökdə 2. B də nədir? Kökdə 5 çıxaqdırmı? Çıxaqdır. Kökdə 5 çıx nə olacaq? Çıx nə olacaq? Kökdə 2 olacaq. Elə? Kökdə 5-lər gedir. Burada nə qaldı? Mənfi 2 kökdə 2 qaldı mı? İndi yazıram. Mənfi 2 kökdə 2. Bərabərdir. 2-lər də ixtisarı gedir. Bərabərdir. Kvadrat da müsbət olur. Kökdə 5 bölünsün. Kökdə 2-nin nəyi oldu? Kvadrat oldu. Bərabərdir. Uşaqlar, bu ikinci dərəcədən. 2-lər getdi. Bu ikinci dərəcədən. 2-lər getdi. 5 bölünsün. Nə qaldı? 2 qaldı. 5-də 2-yə böləndə 2,5 olur. Olur hansı variant? A variantı. Sonra keçəyin nömrə neçəyə? 9-a. Kim başa düşmür desin. Təzədən bir də izah eləyim. İndi bizə deyir ki, aha, yaxşı. Müəllim, Bax, edirsiniz? necə? Qayd edirsiniz bunları. Bəli, qayd eləyirəm. Aha, A bərabərdir. Verib kökdə 5. Atın sonra başlayır. Hələ vaxta var. Biraz gec qoşulmuşuq axı. 10 dəqiqə. Kökdə 5 çıxılsın nədir? Kökdə 2-dir. B bərabərdir. Kökdə 5 üstə gəlinsin nədir? Kökdə 2-dir. İndi bizdən A plus B bölünsün A minus B-nin kvadratını soruşur. A plus B-ni tapıram. Nəyə bərabərdir? Kökdə 5 çıx kökdə 2 üstə gələk nədir? Kökdə 5 üstə gələk nədir? Kökdə 2-dir. İndi kökdə 2-lər getdi. Burada nə qaldı? 2 dənə kökdə 5 qaldı mı? A minus B-ni tapıram. A-nın yerinə nə qoyacam? Kökdə 5 çıxılsın kökdə 2. İndi mənfi varsa mötərizədə yazacağam. İfadədir də. Toplanıla bilmirsə bu nədir? İfadədir.
ifadə nədə yazılır? Mötərizədə yazılır. İndi bunun qabağında mənfi var. Yazıram kökdə 5 çıxılsın, kökdə 2. Mənfi varsa bunun qabağında nə var yazılmayıb? Müsbətdir ki, yazılmayıb da. Onda mənfi olanda işarələr nə olur? Əksinə dəyişir. Olur kökdə 5. Burada müsbətdir. İşarələr nə olur? Əksinə dəyişir. Bərabərdir. Kökdə 5-lər islah olur, eynidir. Mənfi 2 kökdə 2 qaldı mı? Bəli. İndi Bəli. A plus B-nin yerinə nə yazacağam? 2 kökdə 5 yazacağam. Bəs bunun yerinə nə yazacağım A minus yerinə? Mənfi 2 kökdə 2 yazacağam. Bunun da nəyidir? Kvadratıdır. Bərabərdir. İkilər ixtisar oldu mu? Mənfinin kvadratı müsbət olur mu? Bunu bir kök altında yaza bilərəmmi uşaqlar? Eyni dərəcədəndir da, ikinci dərəcən. Kök altda A bölünsün kök altda B, bir kökün altında yazmağa ixtiyarımız çatır. Eyni dərəcədəndir. Əgər heç nə yazılmayıbsa, deməli ikinci dərəcədəndir. Deməli, bunu da böləndə kvadratı oldu mu? Bu 2 ilə bu 2 getdi. 5-i də 2-yə böləndə neçə düşür? 2,5 düşür. Olur hansı variant? A variantı. Sonra keçək nömrə 9-a. Nömrə 9-da bizə deyir ki, kök altında 40% 5 tam kökdə %81 çıx 0,4 kökdə 1 tam %44 olan ədədin kök altda 10%-ni tapın deyir. Tapın. Gözünüz qorxmasın uşaqlar. Uşaqlar, birinci bundan nəyə çıxmalıyam? Bunu çıxmalıyam. Düz deyilmi? Bu neçədir? %81 deyilmi? Yüzdə nədir? 81'dir. Bəs bu nədir? Yüzdə Bir tam %144 deyilmi? Bu bərabərdir. 5 vurulsun. 8 0,9 olurmu bu? 81'dən 9 çıxır, 100'dən 10 çıxır. 9'u 10'a böləndə 9'un özünü yazıram. 1 0 arxadan bir rəqəm ayırıram. Neçə oldu? 0,9. Çıx 0,4. 144'dən 12 çıxır. 100'dən də 10 çıxır. Bu da nə oldu? 12'nin özünü yazıram. 1 dənə 0, 1,2. Vur, nə oldu? 1,2 oldu. İndi uşaqlar, gəlin vurağın. 0,9'u 5'ə vurağın. 5 yazaq. 4 yadda oldu neçə? 4,5. Yazıram nə? 4,5. İndi 0,4'ü nəyə vururam? 1,2'yə vururam. 8, 0, 4, 0. 8, 4, 0. 1, 2, 1, 2. Neçə oldu? 0,100'də neçə oldu? 48 oldu. Müəllim, mən bunu çıxmağı bilmirəm. Niyə? Vergülün altından yazılır. 48. Burada heç nə yoxdur. 0 yazıram. Çıxıram. 2, 0, 4. Neçə oldu? 4,2 oldu mu? İndi bu qədərin yerinə nə yazacağım? Gördünüz, uzun uzadı bir ədəd 4,2 imiş. Nə yazacağım bura uşaqlar? 4,2 yazacağım. İndi birinci faiz sonra ədəd gəlirsə nə edirdik? Bax, məsələn, deyirəm ki, 3'ün 4%'ni tap. Birinci ədəd sonra faiz gəlirsə vururuq. 100'ə bölürük. Əgər birinci faiz gəlirsə, onda həmin faiz məxrəcdə yazılır. 4,2'ni də 100'ə vururuq. Bunun faizini tapdıq. İndi bura baxın. 402 bölü 40. İndi bura baxın. Vergüldən sonra 2 rəqəm var. 2 dənə sıfırla vergül getdi. Qaldı nə? 402 bölünsün. 402 bölü 40. 40. Oldu mu belə?
İndi deyir ki, bunu da sadələşdirək. İrrasionallıqdan azad eləyək. Onda nə olur? 402 kök altda 40 bölünsün kök altda. Bunu kök altda 40-a vuranda irrasionallıqdan azad eləyəndə kök altındakı ədəd nədirsə, surət və məxrəci ona vurursan. Həmin ədədə vurursan. Kök altda 40, kök altda 40. 2 kök altında 40 vurulsun 40. 2 dənə 40-dan nə çıxır? 1 dənə 40 çıxdı mı? Hə? 1 dənə 40 çıxdı. İndi gəlin, nə deyir? Olan ədədin 10%-ni tapın. Aha, lap da heç özümü çətinə salmıram. Nə edirəm ki, özümü çətinə salıb? Elə bunu kök altda 40-ı yazıram, 10%-ni tapıram. 10%-ni tapmaq üçün ona vurub nəyə böləcəm? 40-a. Kök altda ona vurub 100-ə böləcəm. Düz deyilmi? Kök altda 10%-ə vurub 100-ə nə edəcəm? Böləcəm. Bərabərdir. Kök altında 400 xəbərdarlıq gəldi. Linki. Qoy görüm tezcə yazım. 402 buna nə yazacam? 4 vurulsun. Kök altda 10 yaza bilərəmmi? Ayrı-ayrı kökdə. Kök altda 10. Bu da nədir? Kök altda 10 deyilmi? Hə, uşaqlar? Bu da bölünsün 100 deyilmi? Kök altda onlar gedir. 4-dən kök nə çıxır? 2 çıxır. Bu da 402-dir. Bu da 100-dür. Bərabərdir. Bunu böləndə 201. 201-i də 100-ə böləndə 201-in özünü yazıram. 1, 2, 0. 1, 2 rəqəm. Arxadan ayırdım. Neçə oldu? 2 tam 100-də 1. Vəssalam. Sonra, deyənin qoy linki təzədən atım, kaydı dayandırım. Sonra atmaq olmuyor.